Salam əziz dəyərli dostlar, əziz bizi izləyən tamaşaçılarımız, sizləri xoş gördük. Bugün bizimlə canlı yayımda şəhidimiz Leytenant Orucov Xalidin anamız Orucova Gülnarə ana bizimlə canlı yayımdadır. Biz istərdik ki, tamaşaçılarımıza şəhidimiz haqqında məlumat verək və daha da ətraflı məlumatı şəhidimizin anası bizə məlumat verəcək. Qeyd edək ki, şəhidimiz Leytenant Orucov Xalid Neftçala rayon Aşağı Surra kəndində anadan olub. Şəhidimiz Leytenant Vətən müharibəsində Cəbrayılın, Füzulinin və Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. Şəhidimiz Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli vətənə xidmətə görə orderi ilə də təltif olunub və biz şəhidimiz haqqında çox məlumatlar bilirik. Daha da istərdik ki, anamız şəhidimiz haqqında məlumat versin. Təşəkkür edirik ki, bizim təklifimizi qəbul etdiniz. Bugün bizimlə canlı yayıma qoşuldunuz. Ana, istərdik ki, ilk növbədə özünüz haqqında qısa məlumat verəsiniz və şəhidimiz haqqında məlumatları sizdən eşitmək istərdik. Buyurun. Mən Orucova Gülnarə, şəhid Leytenant Xalid Oruzovun anasıyam. Oruzov 3 il Naxçıvanskini oxuyub, 4 ildə akademiyanı oxuyub tutarıb, zabit idi. 3 illikdə işləyirdi də, Ağcabəddə işləyirdi. Sağ olsunlar, yad eləyənlər də, gəlib məsələn ondan sonra da gəlib deyənlər də, maraqlananlar da ki, həqiqətən də Xalidin dediyin o uşaqlar yerinə elə həqiqətən də yetirdilər. Gəldilər, maraqlandılar, hamısı deyirlər ki, Xalid bir başqa cür oğul olub da, yəni ki. Xalid anasından, atasından, ailəsindən, hətta nişanlı idi, Xalid 7 ay idi, nişanlı idi. Hər şeydən üstün vətənin tutdu. Yəni, nə bilim, heç bir deyə bilməm, qəhrəman olub, hamısı qəhrəmandır. Orada bir dənə məsələn kimisə deyə bilmərəm ki, ya Xalid qəhrəmandır, ya qeyrisi. Orada iştirak eləyən bütün balalarımız hamısı qəhrəmandır mənim. Yəni, Xalid də elə. Xalid əziyyət çəkib oxumuşdusa, həmişə deyirdi əvvəldən, deyirdi ana, darıxma, Xalidin dayısı şəhid olduğuna görə mənə dedi ki, darıxma, qardaşın qisasını ana, mən alacam. Mən də Xalidə, mən general oğlum deyə müraciət edirdim. Telefonumda da indi onun adı bir dənə nömrəsində general oğlum, birində də general balam yazılıb. Həmin nömrələr telefonda yəni elə qeyd olunub qalıb. Dediyimdən mən onu istəyirdim general kimi görmək. Allah ondan da tez onu o generaldan da yüksəkdir rütbəyə çatdırdı. Nə bilim, qismət idi, yəqin ki, belə. Ana, şəhidimizlə sonuncu dəfə telefon əlaqəsi yəqin ki, saxladınız vətən müharibəsi gedən ərəfələrdə. Son sözləri nə oldu, nə deyirdi sizə? Semid, elə bil həmin günü oktyabrın 12-si 12-yə işləmiş 15 dəqiqə zəng elədi. Heç vaxtda Xalid mənə yalan danışmayıb da, heç vaxtda. Dedi ki, ana, qısa gedirik, zəng eləyəcəm. Saat 3-də qayıdıb zəng eləyəcəm. Mənə zəng eləməyin, ha. Bunun da vəzifəsi sən də bilirsən ki, sapyor olduğuna görə biz ona heç vaxtı çıxışa gedəndə zəng eləmirdik ki, yəni ki, ani səhv ola bilər, yəni tələsmək ola bilər. Ona görə heç vaxt ona zəng eləmirdik. Söz yox, o telefonu söndürsəydi də, o qorxu bizdə var idi, biz zəng eləmirdik. Sonra dedi ki, ana, sənə yalan danışa bilmirəm, çıxışda yox, gedmişik. Deyir ki, gedəcəm axı, dedi, sənə yalan danışamırəm. Haqqınızı halal eləyin, qismət olsa görüşərik. Atamla danışmaq istəyirəm. Atama zəng deyərsən ki, mənə zəng eləməsin, saat 3-də qayıdıb özüm zəng eləyəcəm. Atası ilə də qardaşı işdə idilər. Ürəyi ilə başarmamışdı. Mənlə danışandan sonra zəng eləyib atasına da danışmışdı. Almışdı atasından. Atasına ağsaqqal deyirdi. Mənim də telefonumda elə yazılıb, yəni ki, elə atasının adını elə yazıblar ki, ağsaqqal. Ki, ağsaqqal, halallıq istəyirəm də, yəni ki, gediş var, dönüş yoxdur, bilmək olmur. Bu yol nə yoldur? Halallıq verirəm.
Hamı ilə danışıb, ailə üzvlərimizin demək olar ki, hamısı ilə danışıb, hamıdan halallıq alıb, peşə işləmiş, hamımız evlisiniz, uşağınız var. Bir dənə subay mənəm, nişanlıyam da yanı. Siz gözləyin kənarda. Mən bunları çıxardacağım. Özü də Semtika deyirdi. O elə bil ki, telefonda danışanda da elə deyirdi. Deyirdi, mən bunları çıxardım Semtikanı. Siz aparın. Çıxardıb elə bil 9-cunu çıxardıb, onun da sürpriz adlanan bir şey olub ki, minanın altında. Bəli. Ona əskərlərindən də, o 052-nin uşaqlarından da deyiblər ki, komandir, yorulmusan da, əlin də əsər, yorularsan, deyib, yorulmamışam, qoy bunu da çıxardım. O 10-cu çıxardanda şəhidlik zirvəsinə ucalmışdı. Ona görə uşaqlar da onu qoymamışdı orada qalmağa döyüş bölgəsində. Həmin günü də o gəldi, elə olan dəqiqəsi ilə bizə xəbər çatdı. Yaxındır, həqiqətən də olduğu qədər də qürur vericidir. Həqiqətən də özləri ucalsa da, biz valideynləri həm xəstəliyə salıblar, həm də qocaltdılar. Amma yenə də qürur vericidir, yenə də necə əvvəldə, indi də fəxr eləyirəm. Mənə deyirdi ki, arxayın ol, qardaşım qisasını almışam, həmişə mənə deyirdi. Deyirdi, arxayın ol, dayımın qisasını birinci mən alacam. Dayısı şəhid olduğu yerdə də şəhid oldu. İndi bu 44 günlük müharibədə bizim balalarımız əminamanlıqla müharibədə oldu. Bəli. Əllərində hər bir şeyləri, silahları, sursatları, yeməkləri, hər bir şeyləri var idi yəni. Bəli, şükür. Allah cənab prezidentimizdən razı olsun ki, mən onu həmişə qeyd edirəm. Deyirəm, bizim qardaşım döyüşən vaxtı, mən çox çətinlikləri görmüşəm. Amma uşağım döyüşən vaxtı, zəng eləyəndə ki, Xalid, nəydənsə ehtiyacım var, deyirdi, ana, hər şey var. Hər şeyimiz var. Yəni, bir dəfə o mənə demədi ki, ana, nəydənsə ehtiyacım var. Təşəkkürümü bildirirəm sizə. Var olasınız ki, bugün öz dəyərli vaxtınızı aldı. Mən sizi çox yormaq istəmirəm. Əmimizə Allah Taala səbir versin. Biləsiniz ki, hər zaman sizlərin yanındayıq. Var olasınız. Allah razı olsun.